Salam, hörmətli izləyicilər, psixologiya sevərlər. Bugün bizim növbəti mövzumuzdur və bugün biz öyrənmədən, mənimsəmədən danışasıyıq. Bu mövzu təhsil ictimaiyyətinə daha çox tanışdır və burada bizim danışacaqlarımız məsələlər artıq kurikulumla bağlı fəaliyyət göstərən hər kəsə aydındır, məlumdur. Amma hər halda bilmədiyimiz bir çox məsələlər var və bu məsələlərin psixoloji mahiyyəti ilə tanış olmağımızın da işə xeyri olmamış deyil. Öyrənmə və mənimsəmə bir-birinə yaxın anlayışlardır. Adından da görünür ki, insan bir tərəfdən öyrənir, digər tərəfdən mənimsəyir, başqa bir tərəfdən dərk eləyir və suallar yaranır ki, yəni bunların aralarında fərq nədir, nə ola bilər və əgər hər birisi insanın psixoloji inkişafına dəstək olursa, məsələ bundadır ki, psixologiya elmində hər bir anlayışın özünün fərqli quruluşu var, psixoloji quruluşu var. Məsələn, biz öyrənmənin psixoloji quruluşundan danışanda, ora daxil elədiyimiz funksiyalar mənimsəmədə daha da genişlənir. Eyni zamanda öyrənmənin və mənimsəmənin quruluşuna daxil edilən funksiyalar, quruluşlar, elementlər dərk etmə prosesində daha da bir qədər də genişlənir. Kognitiv sistemdə isə, kognitiv sahədə isə xeyli dərəcədə genişlənir və fərqlənir. Daha geniş sahələr əhatə edir. Ona görə də biz bugün hələlik öyrənmə və mənimsəmədən, onun ardınca dərk etmə və kognitiv sistem haqqında fikirlərimizi sizə çatdırasıyıq. Bütövlükdə öyrənmə nədir? Öyrənmə ümumiyyətlə insanın təlim-tərbiyə vasitəsilə, sosial təcrübə vasitəsilə, müxtəlif tapşırıqların həlli yolları ilə yeni olanları bilik formasında öyrənməsi və onlardan yeri gələndə praktik sahədə istifadə eləməsidir. Və başqa bir mənada yanaşsa, öyrənmə bilik, bacarıq və digər şəxsiyyətin digər aspektlərinin rol davranışı, münasibət qurmaq, ünsiyyət qurmaq, bütün bu məsələlərin həyat təcrübəsində öyrənilməsidir. Yəni, burada görürsünüz nə qədər komponentlər iştirak edir. Yəni, nəyi öyrənirik, necə öyrənirik, hansı səviyyədə öyrənirik, daha nələri öyrənmək vacibdir ki, biz həyatımızda bu öyrəndiklərimizdən uğurla istifadə edə bilək və özümüzü inkişaf elətdirə bilək. Öyrənmə ilə bağlı psixologiyada bir sıra nəzəriyyələr məşğul olublar, bugün də məşğuldurlar. Əgər klassik baxımdan yanaşsa, öyrənmə prosesinin ilk tədqiqatçısını biz behaviorizm hesab eləyə bilərik. Behaviorizmdə ilk növbədə bilirsiniz ki, bu davranış haqqında nəzəriyyədir. Behavioristlər davranış qaydalarının öyrənilməsi ilə məşğul olurdular. Əlbəttə, bunu ilk növbədə heyvanlar üzərində, ali sinir sisteminə malik olan heyvanlar üzərində bu sınaqları keçiriblər və ondan sonra insanlar üzərində, insan cəmiyyətinə və təlim prosesinə tətbiq olunubdur. Nəticələr də uğurludur. Burada iki yanaşmadan söhbət gedir, iki nəzəriyyədən söhbət gedir. Birincisi, şərtsiz reflekslərin öyrənilməsidir. Burada bu yanaşmanın əsasında duran Van Pavlovun refleksor nəzəriyyəsidir ki, bu nəzəriyyə insanın şərti reflekslər üzərində, şərtsiz reflekslər üzərində yeni şərti reflekslərin yaranması prosesinə əsaslanır. Yəni, yeni doğulmuş uşaqlarda, körpələrdə bir çox şərtsiz reflekslər var. Yəni, onların reflektor fəaliyyəti üçün heç bir kənar təsir, sosial təsir ehtiyacı yoxdur. Onlarda qorxu, tutma, əmmə, yuxu və s. reflekslər öz başına, şuuraltı olaraq, intuitiv olaraq fəaliyyət göstərir, baş verir. Belə demək daha doğrudur. Amma şərti reflekslər həyatda qazanılır. Siz yaxşı bilirsiniz ki, bu Pavlovun itlər üzərində apardığı təcrübələrdə bu yeni bir kəşf elədi. Heç özü də bu kəşfin nəhəngliyindən o qədər xəbərdar deyildi. Və sonralar o kəşfə görə hətta Nobel mükafatı aldı. Birinci yanaşma
burada bu reflektor nəzəriyyəyə əsaslanan yanaşmadır. Davranış mütəxəssisləri Amerikada yaranan Watson tərəfindən əsası qoyulan davranış nəzəriyyəsi üzrə tədqiqatlarda Pavlovun kəşfindən sonra daha böyük irəliləyişlər oldu və məlum oldu ki, bəli, həyatda şərti reflekslərin qazanılması üçün mütəmadi olaraq öyrənmə şəraiti yaradılmalıdır və uşaqlara müvafiq olan davranış normaları, qaydalar, sonra müəyyən biliklər, bacarıqlar, bunlar hamısı öyrədilməlidir və öyrədilmənin də müvafiq yollar olmalıdır və bütün bu proseslər asosiativ əlaqələr sayəsində baş verir. İkinci yanaşma Skinnerə məxsusdur. Skinner də davranış nəzəriyyəçisidir. Daha sonralar, yəni 20-ci əsrin 30-cu illərində, 50-ci illərində bu yanaşmaya daha çox üstünlük verildi. Burada yorumlarla bağlı nəsə məlumatlar gəlir. Bunları izləyin. Yəni bu yanaşmada operant öyrənmə yanaşması nəzəriyyəsidir. Burada artıq motor sahədə öyrənmədən danışılır. Yəni heyvanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, onlar hansısa bir ərazini bir neçə dəfə araşdırdıqdan, öyrəndikdən sonra onlarda artıq həmin sahə haqqında ümumi bir təsəvvür yaranır və onlar mexaniki olaraq kognitiv xəritələr sayəsində həmin ərazidən çıxış yolunu və yaxud da həmin ərazidə onlar üçün qoyulmuş yeməyin harda yerləşdiyini mexaniki olaraq gəlib tapa bilirlər və bu motor səviyyəsində öyrənmə nəzəriyyəsinə əsaslanan bir məsələlərdir ki, insan davranışında da bunlar eyni qaydada baş verir ki, həyatın ilk illərində uşaqlara nəyisə öyrətmək üçün onlara daim yol göstərilməlidir, istiqamət verilməlidir və öyrənmə üçün lazım olan ilkin bacarıqlar, vərdişlər və bacarıqlar aşılanmalıdır. Digər yanaşma kognitiv yanaşmadır, kognitivizm yanaşmasıdır. Bu nəzəriyyədə artıq idrakda, kognitiv sistemdə, kognitiv sahədə baş verən öyrənmələrə diqqət yetirilir. Bax, informasiya necə qəbul olunur, qavrayışda necə o başa düşülür, anlaşılır, hafizədə necə qorunub saxlanılır və yaxud da necə istifadə olunur, təfəkkür bunları necə təhlil tərkib eləyir. Bütün bu idrak proseslərində baş verən bunların hər birisi kognitiv psixologiyada daha dərindən, daha əhatəli və daha geniş şəkildə öyrənilməyə başladı ki, hazırda da bu proseslər davam edir. Başqa bir yanaşma konstruktivizmdir. Burada artıq öyrənilən biliklərin fikir konstruksiyalarının necə qurulması, o konstruksiyalardan fəaliyyətə necə ötürülməsi, bunların fəaliyyətdə və davranışda necə tətbiq olunması, bax, bütün bunlar öyrənmə prosesi haqqında bizdə daha aydın təsəvvürlər yaradır. Konstruktivizmin daha bir qolu da var, sosial konstruktivizm. Artıq burada bizim məsələn, sosial intellektlə bağlı, emosional intellektlə bağlı bacarıqlar sistemindən söhbət gedir. Bizim cəmiyyətdə özümüzü necə aparmağımız, biliklərimizi necə təqdim eləməyimiz, onlardan praktik sahədə hansı uğurlar əldə eləməyimiz, yəni işlədiyimiz fəaliyyət sahələrində hansı yeniliklərə nail ola bildiyimiz, bütün bunlar, bax, sosial konstruktivizm nəzəriyyəsində onun yolları, sistemləri, modelləri, bütün bunlar bu sahədə toplanır. Mən indi sizə bu barədə daha geniş, ətraflı məlumat verə bilmirəm. Çünki bizim imkanlarımız, yəni sizə yalnız öyrənmə və mənimsəmə, onların necə baş verməsi, hansı mürəkkəblikləri əhatə eləməsi və fərqli cəhətlərini əlbəttə çatdırmaqdır. Sizin bilməli olduğunuz daha mühüm bir məsələ öyrənmənin səviyyələri ilə bağlıdır. Yəni, İnsan birdən-birə elə hər şeyi çox yaxşı öyrənmir, çox yaxşı səviyyədə öyrənə bilmir. Öyrənmənin ilkin səviyyəsi, ümumiyyətlə, öyrənmənin bütövlükdə iki səviyyəsi ayırd olunur. Birincisi, sensor səviyyə, hissi təcrübə səviyyəsində öyrənmə, ikincisi, məntiqi səviyyədə öyrənmə. Yəni, uşaq doğulandan sonra həyat fəaliyyətində sensor təsirləri, işığı, istiliyi, dadı, qoxunu, insanların təmasını, ona göstərilən emosional münasibətləri, bütün bunları sensor səviyyədə öyrənərək 4-5 yaşına qədər dünyanı əsasən sensor səviyyədə
öyrənir. Yəni o kənar qıcıqların təsirlərinin onda yaratdığı məmnunluq və yaxud da narahatlıq səviyyəsində anlayır və başa düşür. Məsələn, 3 yaşa qədər uşaqlara əxlaqi davranışdan biz danışırıqsa, nələrsə öyrədiriksə, bunlara daha çox olar olmaz səviyyəsində öyrədirik. Biz məsələn uşaq əlini və yaxud da əlindəki hər hansı bir əşyanı elektrik naqilinə toxunursa, elektrik ötürücüsünə toxunursa, biz demirik ki, sən bu elektrik cərəyanını vura bilər, sən belə şikəst ola bilərsən. Çünki uşaq onlara başa düşmür. Ona sadəcə olaraq deyirik, bunu etmək olmaz. Və yaxud da bunu etmək olar, bu daha yaxşıdır. Əlini uşaq qaynar çaynikə vurursa, biz o dərədə yarana biləcək fəsadları, yaraları, bunlardan danışmırıq ki uşağa. Deyirik ki, bunu etmək olmaz. Ya və yaxud da uşaq əlini toxunur və başa düşür ki, bunu etmək olmaz. Yəni bu mənada 3 yaşa qədər uşaqlara öyrədilənlər hələ olar olmaz səviyyəsində öyrədilir və bu sensor təsirlərlə daim əlaqədə olaraq. Ona görə də 3 yaşa qədər uşaqların fəal olmasına, müxtəlif əşyaların əhatəsində olmasına diqqət yetirmək lazımdır. Diqqət eləsəz, uşaq 3 yaşa qədər onu dağıdır, tökür. Amma yığa toplaya bilmir. İndi bu barədə də mən izahat verəcəm. Niyə? Nədən? Bu hələ sensor təcrübə səviyyəsindədir. O hələ nəyin nə olduğunu, içində nə olduğunu, onun qidalanma üçün, oynamaq üçün, geyinmək üçün və yaxud da başqa fəaliyyətlər üçün nə üçün istifadə edildiyini öyrənməyə çalışır. Buna həm də biz uşağın eksperimentləşdirməsi deyirik. Uşaq dünyanı, əşyalar mühitini eksperimentdən keçirdir. Bu nə üçün lazımdır? Amma biz qadağa qoyaq, ona dəymə, buna dəymə, onu etmə, bunu etmə. Yəni bu qadağalar uşaqda bir hər şeyə qarşı bir ehtiyatlılıq yaradır. Uşaqda bir təhlükəsiz hissi, tələbatı ödənilmir. Uşaq düşünür ki, mən hara nə çevirirləmsə deyirlər olmaz. Deməli, mənim mühitim təhlükəlidir və bu hələ kiçik yaşlardan uşaqda neqativ, emosional hallar yaradır. Bu başqa bir mövzudur. Amma hər halda mən yeri gəlmişkən mövzu ilə bağlı bu məsələləri çatdırıram ki, valideynlər bu məsələdə diqqətli olsunlar və uşaqlara oynamaq üçün, öyrənmək üçün, ətrafdakı əşyalara daha yaxından bələd olmaq üçün sensor səviyyədə onlarla tanış olsunlar. Onların rəngi ilə, forması ilə, hərəkət tərzi ilə, ölçüsü ilə, yəni ağırlığı ilə, nəyə götürmək olar, nəyə götürmək olmaz, nəyə dəymək olar, nəyə olmaz, bax bu səviyyədə. Nəhayət 4 yaşın sonlarında uşaqlarda ontogenezin ümumiyyətlə bu mərhələsində idrak proseslərinin ixtiyari elementləri güclənməyə başlayır. Yəni bu ümumi fiziobioloji sistemin və yaxud da bioloji və fizioloji sistemin, psixofizioloji sistemin, biopsixoloji sistemin, yəni bütün bu sistemlərin qarşılıqlı əlaqəsində bioloji sistemdə gedən inkişaf, yəni orqanizmin əzələ, vətər, bağlar, eyni zamanda beyin funksiyalarının irəliləməsi, beyin funksiyaları arasında sinxronlaşma, vibrasiyalar, əlaqələndirmə, mərkəzlərin bir-birinə eyni vaxtda qoşula bilməsi, bütün bunlar hamısı eyni zamanda baş verir ki, bu nəticədə 4 yaşın yaxınlığında hər bir kəsdə, uşaqda fərdi qaydada olur, amma hər halda ümumilikdə 4 yaş ərəfəsində uşaqlarda bütün idrak proseslərinin diqqətdən, təfəkkürə qədər hamısında iradi elementlər formalaşmağa başlayır. İxtiyari tərəflərlə yanaşı iradə də inkişaf edir və bu dövrdə artıq öyrənmənin məntiqi səviyyəsi formalaşmağa başlayır. Artıq uşaqlar almanı görməsələr də almanın nə olduğunu, digər tanış meyvələrin nə olduğunu bilirlər. Məsələn, onlara deyə bilərsiniz, indi biz alma şəkli çəkə bilərik. Əlbəttə, uşaq bilir ki, alma yumrudur, yarpağı var, onun şəklini çəkə bilər. Və beləliklə, artıq bu dövrdə əyani əməli və əyani obrazı təfəkkürün də məntiqi səviyyəsi, məntiqi elementləri formalaşmağa başlayır və bu dövrdə həmçinin kognitiv fəaliyyət elementləri formalaşmağa başlayır. Uşaq artıq iş qarşısına məqsəd qoyur, o məqsədi planını qurur, mən bunun əşyanın elementini necə çəkəcəm və fəaliyyətini başa vurur. Bu,
ilk kognitiv fəaliyyət elementləridir, formalaşıb artıq. Yəni biz öyrənmənin burada iki səviyyəsini qeyd elədik ki, öyrənmənin ümumilikdə iki səviyyəsi var. Senzor səviyyə və motor səviyyə. Eyni zamanda bütövlükdə öyrənmənin bir çox səviyyələri var. Bu ilk səviyyə sensor səviyyədir. İkinci səviyyə perseptiv səviyyədir. Perseptiv səviyyədə artıq bir çox sensor təsirlər əlaqəli şəkildə öyrənilir. Psixoloqlar bilirlər, məsələn, qavrayış mövzusunda perseptiv mütəşəkkillik anlayışı var. Burada söhbət ondan gedir ki, qavramanın bir sıra görmə qavrayışı, eşitmə qavrayışı, hərəkət qavrayışı, hətta toxunma qavrayışı belə birlikdə mütəşəkkil şəkildə bir əşya haqqında ümumi bir obraz, təsəvvür yaradır ki, bu meyvədir, bu nəqliyyatdır, bu paltardır, bu başqa bir məişət əşyasıdır və s. Yəni, bu perseptiv səviyyədə insan artıq ətrafdakı əşyaları bir çox sensor sistemlərin, sensor yəni təsirlərin qarşılıqlı əlaqəsində öyrənməyə başlayır ki, perseptiv səviyyə artıq 3-4 yaş ərəfəsində artıq tədricən sensor-motor səviyyəyə keçir. Burada mən Piagetin də təsnifatını xatırlatmaq istəyirəm. Təhsil işçiləri yaxşı bilirlər. Piagetin təsnifatında bax bu öyrənmənin bu mərhələləri o düzdür intellekt səviyyələri kimi qruplaşdırır və təsnifatlaşdırır. Eyni zamanda burada biz öyrənmənin də səviyyələrini eyni cürə görə və müqayisə eləyə bilərik. Sensor-motor səviyyədə artıq bu öyrənilənlər üzərində əməliyyatların aparılması başlayır. Öyrənilən sensor səviyyədə öyrənilmiş bir çox əşyaların bir sujetə çevrilməsi, onlar üzərində əməliyyatlar aparmaq, onlar üzərində təfəkkür əməliyyatlar, eyni zamanda hərəki sahədə, kiçik və motor sahələrdə bunların icrası həm idrak səviyyəsində, kognitiv səviyyədə, həm də hərəkət səviyyəsində bunların icrası başlayır ki, biz taksonomiyalarda bu sahədə müəyyən qədər təsəvvürlərə malik olmuşuq. Yəni, burada bir tərəfdən idrak taksonomiyası, digər tərəfdən psixomotor taksonomiya, eyni zamanda emosional ünsiyyət taksonomiyalarda bax bu səviyyələr, mərhələlər haqqında aydın məlumatlar verilir. Növbəti səviyyə motor səviyyəsindədir. Motor səviyyədə artıq biz idrakın, eyni zamanda təfəkkürün, abstrakt təfəkkür, məntiqi təfəkkür, praktik təfəkkür, bütün bu növlərin inkişaf səviyyələrini görürük ki, artıq kiçik yaşlı məktəblilər, eyni zamanda məktəbə hazırlıq dövrünün ilin ikinci yarısında uşaqlar motor səviyyədə bir sıra öyrənmə bacarıqlarına malik olurlar, artıq düşünürlər, konstruksiyalaşdırırlar, bir sistemlər qururlar, planlaşdırırlar, strategiya qururlar. Əlbəttə, biz sadə səviyyədən danışırıq və həmin strategiyalar əsasında öz fəaliyyətlərini təlim prosesində ardıcıl olaraq yerinə yetirirlər ki, bunlar hamısı öyrənmənin səviyyələrini əhatə edir. Əgər biz düşünsək ki, uşaq sensor səviyyədə bir çox məsələləri qaçırdı, məsələn, rəngləri öyrəndi, formaları öyrəndi, ölçü, həcm, məkan barədə məlumatı yoxdur. Deməli, bu sahədə boşluq sonra da davam eləyəcək və uşağın sensomotor artıq perseptiv səviyyəsində də olan boşluqlar sensomotor səviyyədə də özünü göstərəcək. Yəni, uşaq bilməyəcək ki, bu həcmlə bağlı, məsələn, Piagetin tədqiqatlarını mən sizə xatırladıram. Piaget öz tədqiqatında hələ 9 yaşlı, 6-9 yaşlı uşaqlarla apardığı təcrübələr var da, bilirsiniz. O, öz qızlar üzərində bu təcrübələr aparıb və böyük bir nəzəriyyə yaradıb, intellektin genetik nəzəriyyəsini. Məsələn, o 2 stəkana su tökür və uşaqlardan soruşur, bu nədir stəkan, bu nədir su? Aydındır, uşaqlar hər şeyi bilir. Onun yanına daha uzun, dar uzun bir stəkan deyə kolba qoyur, həmən suyu uşaqların gözünün qarşısında kolbaya tökür. Su həcm eynidir, amma forma yuxarı qalxır. Yəni, su kolbada daha hündür, daha çox görünür. Soruşur uşaqdan, və stəkana yenə əlavə eyni həcmdə su tökür. Soruşur ki, buradakı suyun, hansı stəkandakı suyun həcmi çoxdur? Uşaq deyir ki,
uzun kolbadakı suyun həcmi daha çoxdur. Yəni, hələ o yaşda belə onlarda yəni təfəkkürün, intellektin bir sıra imkanları, bu transitivlik, seriyalaşdırma, qruplaşdırma və s. məsələlərdən söhbət gedir. Bir sıra elementləri hələ formalaşmamış olur. Əminlik olmur uşaqda ki, axı mənim gözümün qarşısında eyni suyu tökdü bunun həcmi. Yəni həcmlə bağlı, məkanla bağlı, ölçü və digər sensor məsələlərlə bağlı eyni zamanda bunlar riyazi anlayışlardır. Bunlarla bağlı uşaqlarda hələ yetərincə öyrənmə səviyyəsində öyrənmə formalaşmamış olur. Ona görə də daim uşaqlara belə müqayisələr aparmaq, onlara təcrübələr keçirmək, özləri nəticəyə gəlməsi üçün, yəni baş verən hadisələr arasında səbəb-nəticə əlaqələr quraraq məktəbə hazırlamaq onların sonrakı təhsili üçün çox mühüm məsələlərdir. Və beləliklə biz öyrənmənin səviyyələri haqqında danışdıq ki, öyrənmə bir çox səviyyələrdən keçir. Birinci sensor səviyyə, perseptiv səviyyə, sensomotor səviyyə, motor səviyyədə öyrənmələr baş verir. Öyrənmələr bir çox vasitələrlə yerinə yetirilir. Bu vasitələrdə bizə məlum olan duyğu analizatorlarıdır. Eşidərək öyrənmək, görərək öyrənmək, toxunaraq öyrənmək, eyni zamanda daxili hisslərini anlayaraq, başa düşərək öyrənmək, yəni hansısa bir təsir göstərilir, uşağın daxilində bir hisslər, emosional vəziyyət yaranır, hisslər oyanır və onun təsiri ilə uşaq bilir ki, o təsir mənim daxili aləmdə nələr yaratdı və bunun nəticələrinə görə də o öz fikirlərini ümumiləşdirir, çatdırır. Bu səviyyələrdə öyrənmələr bizə onu deyir ki, biz öyrənmə prosesində mütləq bunu nəzərə almalıyıq. Bizə bu sahədə məlum olan Howard Gardnerin çoxsahəli intellekt nəzəriyyəsi var. Bu nəzəriyyədə bilirsiniz ki, şagirdlərin intellekt tiplərinə görə onlara öyrənmə vasitələrinin öyrədilməsi daha səmərəli sayılır. Çünki bəzi insanlar eşidərək, bəzi insanlar görərək, toxunaraq və digər vasitələrlə öyrənə bilirlər. Məktəb təlimində, taksonomiyaların tətbiqində, yəni kurikulum standartlarının tətbiqində aparılan qruplaşmalarda, şagirdə verilən tapşırıqlarda, ondan gözlənilən tələblərdə, bütün bunlarda müəllimin, pedaqoqun və yaxud da təhsil mühəndisinin, təhsil texnoloqunun, təhsil menecerinin diqqət yetirməli olduğu məsələ bəs bu məqamdadır. Yəni burada şagirdə hansı intellekt tipi üstündür? Şagird hansı yolla daha asan öyrənir, daha yaxşı mənimsəyir? Riyaziyyat müəllimi təsəvvür edin ki, məktəbdə 2-ci, 3-cü sinif şagird düşür uşağın üstünə ki, sən nəyə görə bu riyazi tapşırığı başqa yoldaşın mənimsəyir, sən mənimsəyə bilmirsən. O öyrənir, sən öyrənə bilmirsən. Amma müəllim bilmir ki, bu şagird kinestetik tipli şagirddir. Bu mütləq bunu müxtəlif fiqurlarla, əşyalarla toxunaraq, onu hiss eləyərək, o şagird dünyanı toxunaraq dərk eləyir, anlayır, öyrənir, mənimsəyir və dərk eləyir. Digərində natural tipdir, o mütləq onu görməlidir, görəndən sonra anlamalıdır, başa düşməlidir, həm də köçürməlidir, həm də onun əksini yaratmalıdır. Bir başqası vizual məkan tipidir. O mütləq onun xəritəsini, sxemini təsəvvür eləməlidir. Onun qarşısına nəsə bir şeylər çəkilməlidir, göstərilməlidir. Bir başqası lingvistik tiplidir. Yəni bizim məktəbimizdə mən bunu çıxışlarımda dəfələrlə deyirəm ki, Sovet məktəbində bu xüsusilə çox aktual idi. Hafizə məktəbi deyirdik. Bugün də bu hafizə məktəbi qalmaqdadır hələ. Nə qədər çalışsaq da biz öz məktəbimizi təfəkkür məktəbinə, düşüncə məktəbinə, kəşf etmə məktəbinə keçirə bilmirik. Baxmayaraq ki, artıq 2006-cı ildən təhsil sistemində kurikulumlar tətbiq olunur. Burada o bayaq adlarını çəkdiyim 3 istiqamətli taksonomiyalardan istifadə olunur. Fəaliyyətlərdə, kognitiv fəaliyyətlər, bacarıqlar səviyyəsində Bloom taksonomiyası, Kraskov taksonomiyası, başqalarının taksonomiyası, yəni burada idrak taksonomiyası, psixomotor və emosional ünsiyyət taksonomiyasından söhbət gedir ki, bunların hər biri şagirdlərin intellekt tiplərinə əsaslanır. Kimi görərək, eşidərək, düşünərək, məntiqlə həll eləyə bilir. Bir başqası yalnız onu prosedur yolu ilə
yəni əli ilə eləyərək anlaya bilir. Bir başqası onun hərəkətlərində, deyək ki, musiqili tipli insanlar var. Onların bütün həyatı ritmlə gedir. Onlar hər şey ritmlə. Bu o demək deyil ki, onlar mütləq musiqiçi olmalıdırlar. Düzdür, onlarda musiqi qabiliyyətləri yüksək olur. Amma onlar, fikir versəz, onlar iş görəndə daim musiqi altında. Onların daxili, deyək ki, toxumaları, sümük əzələ sistemi, beyin mərkəzləri o musiqi altında sinkronlaşır, oyanır, vəcdə gəlir və bütün sinir sistemi, beyin mərkəzləri informasiyanı qəbul eləməyə hazır olur. Təsəvvür edin ki, burada nə qədər mürəkkəb daxili proprioreseptiv duyğular, introreseptiv duyğular, yəni bunlar hamısı bir yerdə vəhdətdə iştirak eləyir. Ona görə də bax, burada öyrənmə məsələsində də şagirdlərin daha yaxşı öyrənmələri üçün onların intellekt tipləri müəllimlərə məlum olmalıdır ki, burada onlara müvafiq olan tələblər qoysunlar və düzgün yaxşı cavablar alsınlar ki, insanlar həyatı müxtəlif yollarla öyrənirlər və müxtəlif vasitələrlə öyrənirlər. Onlar da bu duyğu reseptorlarına müvafiq olur. Duyğu reseptorlarını əgər bilsək, kimdə hansı yolla öyrənmə daha yaxşıdır, o əsasda biz sona qədər, onların intellekt tiplərinə qədər bu ardıcıllığı, sistemi görə bilərik. Digər bir məsələ öyrənmənin funksiyaları ilə bağlıdır. Yəni, öyrənmə prosesinin özünün funksiyaları var. Bu funksiyalardan ilk, ən əsası uyğunlaşmadır. Yəni, istər təlim fəaliyyəti olsun, istər həyat fəaliyyəti olsun, məişət şəraitində olsun fəaliyyətlər, dəxli yoxdur. İnsan yavaş-yavaş ətraf aləm, ətraf mühitdə hərəkətlərə uyğunlaşmalıdır. Lazım olan tərzdə düşüncəyə, düşünməyə uyğunlaşmalıdır. Burada uyğunlaşma, yəni daha çox adaptasiya anlayışı işlədilir. Mən yeri gəlmişkən bunu da deyim ki, bu adaptasiya prosesi yenə də Jean Piaget tərəfindən araşdırılıb. Yəni, öyrənmə prosesində assimilyasiya və akkomodasiya məsələlərini nəzərə almaq lazımdır. Yəni, burada biz uşağın fərdiyyətini məcburi eləyərək mütləq sən mühitə uyğunlaşmalısan, sən mühitin istədiyi kimi bunu eləməlisən deyə yanaşmalı deyilik. Əgər biz onun fərdiyyətini inkişaf elətdirmək istəyiriksə, mütləq və mütləq mühit də uşağa uyğunlaşmalıdır. Mühit də uşağın imkanlarını, bacarıqlarını nəzərə almalı. Bu akkomodasiya prosesidir. Yəni, assimilyasiya insanın mühitə uyğunlaşması, onun tələblərinə uyğunlaşması, akkomodasiya isə mühitin onun fərdiliklərinin, imkan və bacarıqlarının nəzərə alınması. Yəni, öyrənmə imkanları hansı səviyyədədir? Biz çox saylı tədqiqatlar aparılıbdır da. Yəni, məsələn, intellektual əlilliyin D1 səviyyəsi var, ən aşağı və ən inkişaf eləmiş deyək ki, imkanlı səviyyəsi. Biz D1 səviyyəli şagirdlə intellekt əmsalı 100 olan, 120 olan şagirdə eyni tapşırıqları verməyimiz nə dərəcədə ədalətlidir? Düzdür, müəllim sinifdə tapşırığı eyni qaydada verir, doğrudur. Amma onu, o şagirdi, bir də deyək, aşağılamaq, tələb qoymaq, acılamaq, yəni sən bunu niyə eləyə bilmirsən deyə yanaşmaq, axı bu artıq nə humanizm deyil, nə tolerantlıq deyil, nə fərdi yanaşma deyil, olmaz. Yəni, biz o şagirdlərə nəzərə alıb imkanlarını, onun təbii quruluşunu, təbii imkanlarını nəzərə alıb, onlara o cürə yanaşmalıyıq. Onun üstün və fərqli tərəflərini sinifdə öz yaşıdları yanında qabartmalıyıq. Hər halda tam olaraq bacarıqsız insan yoxdur. Tam olaraq düzdür, mən psixoloji problemlərdən danışmıram. Əgər uşaq məktəbə gəlirsə, onun hansısa bir səviyyədə, hansısa bir deyək, bayaq çadaladığım o məsələ var. Yəni, intellektin hansısa bir tipində başqalarından nisbətən üstünlükləri var. Məyər biz azmı görmüşük ki, sinifdə oxuyan əlaçı şagirdlər ünsiyyət qura bilmirlər. Başqalarını yuxarıdan aşağı baxırlar, egoist yanaşırlar, heç kim onları sevmir. Ayrıca məqalələr var, yəni istedadlı uşağın psixoloji müdafiəsi ilə bağlı məktəblərdə. Psixoloqlar bu istedadlı uşaqları bəzən öz yaşlarından qorumaq məcburiyyətində qalırlar. Niyə? Çünki onlarda dediyim keyfiyyətlər olur. Digər tərəfdən
burada bu həyatın yəni oyunları var, həyatın yanaşmaları var, başqalarının da onlara qısqanc yanaşması, başqa yanaşmaları var. Bu mənada bax görürsünüz, bu öyrənmə səviyyələrində, öyrənmə imkanlarına görə şagirdlərin sinifdə müəllim tərəfindən bu təbəqələrə bölünməsi, statuslara bölünməsi, belə şeylər sinifdə şagirdlər arasında münaqişələrin yaranmasının əsas səbəblərindən biridir və qiymətlərin ədalətsiz verilməsi. Yəni bilirsiniz, bu kurikulum sistemi çox gözəl sistemdir. Bu kurikulum sistemində heç bir şagird kölgədə qalmır. Əgər biz bunu məktəblərimizə düzgün tətbiq eləsəydik, düzgün onun inkişafı ilə bağlı təlimləri davam eləsəydik, bugün də onun üzərində hələ işləməkdə davam eləsəydik, biz bugün məktəblərimizdə, təhsilimizdə bu problemlər yaranmazdı. Bax, bu problemlərin, qarşılıqlı münasibətlərin bu vəziyyətə düşməyinin əsas səbəbi bu tətbiq olunan kurikulumların başlı-başına buraxılması, müəllimlər tərəfindən, valideynlər tərəfindən, şagirdlər tərəfindən onun düzgün anlaşılmaması, psixoloji əhəmiyyətinin dərk olunmamasıdır ki, mən üzr istəyirəm, o mənada demirəm dərk olunmaq. Yəni, biz kurikulumların mahiyyətini olduğu kimi təhsil sisteminə gətirə bilmədiyimizə görə öyrənmənin yolları, mənimsəmənin yolları, dərk etmənin yolları ilə bağlı ardıcıl olaraq psixoloqları təlimatlandırmadığımıza görə, onları müəllimlər üçün bir fasilitator səviyyəsinə yetişdirmədiyimizə görə o məktəblərimizdə bu boşluqlar var. Mən dəfələrlə Elm və Təhsil Nazirliyinin də bu fikirlərimi ünvanlamışam ki, nə qədər ki, məktəb psixoloqları kurikulumlara daxil olunmuyubdur, təlim prosesinə daxil olunmuyubdur, onlara kurikulumlarla bağlı təlimlər keçirilməyib, bu öyrənmə mərhələləri, mənimsəmə mərhələləri, kognitiv bacarıqlar, ümumiyyətlə fəaliyyətlərin formalaşması yolları aydın şəkildə izah olunmuyubdur. Onlar müəllimlərə lazım olan tövsiyələri verə bilməzlər. Müəllimlər ümumiyyətlə məktəbdə psixoloqlara artıq bir kadr kimi baxırlar. Onlar artıq kimi kadr baxıldığından görə məktəblərin dostları gətirilib, hansı ki o maaşlarla o təlimlər qurursa, məktəb psixoloqlara bizim təhsilimizdə daha çox xeyri verə bilərlər. Mən fikrimi ona əsaslandırmaya çalışıram ki, şagirdlərdə öyrənmə fərqliliklərinin araşdırmaq, müəllimlərə bunu çatdırmaq, valideyni məlumatlandırmaq məktəb psixoloqlarının funksiyalarına daxildir. Əgər biz deyiriksə ki, kurikulumun vəzifəsi, məqsədi şagird şəxsiyyəti formalaşdırmaqdır və prosesdə məktəb psixoloqu iştirak eləmirsə, onda bu psixoloji bilikləri kim onlara çatdıracaq ki, məlumatlandıracaq? Əgər biz təhsil sistemində kadr hazırlığında psixoloqlara bunları öyrətməmişiksə, əlbəttə, burada boşluqlar olmamış deyil. Nəhayət, öyrənmə prosesində ən əhəmiyyətli anlayışlar vərdiş və bacarıqlar da eyni zamanda səriştələrdir. Bəzi mənbələrimizdə bizdə bunu kompetensiyalar kimi baxılır. Kurikulum məlumatlar, materiallarında da kompetensiya işlədir. Əlbəttə, bu səriştə anlayışıdır. Vərdişlər bizim öyrəndiyimiz, əvvəllər öyrəndiklərimiz üzərində təkrarlanan, şuuraltı olaraq təkrarlanan hərəkətlərdir və yaxud da şuuraltı imkanlar, o şərtsiz reflekslər üzərində həyata keçirilən hərəkətlər üzərində yeni vərdişlərin, yeni hərəkət normalarının yaradılmasıdır. Bu hərəkətlər o qədər təkrarlanır. Məsələn, uşaq yeriyir, artıq avtomatlaşır. Yazır, artıq avtomatlaşır. Oxuyur, hərfləri tanıyır, avtomatlaşır. Oxu vərdişi yaranır, yazı vərdişi, şəkil çəkmə vərdişi, nitq vərdişləri. Bunlar hamısı vərdişlər üzərində qurulur və avtomatlaşmış hərəkətlər üzərində qurulur. Əgər biz hər dəfə yeni olanı, yeni qarşılaşdığımız şeyləri hamısını yenidən öyrənməli olsaq, buna bizim ömrümüz yetməz. Amma məhz vərdişlər qrupu, vərdişlər sistemi, bax bizdə bu imkanları yaradır ki, biz onların üzərində yeni bacarıqlar quraq. Bacarıqlar isə bir çox məsələ həm dərk etmə sahəsində, həm də hərəki sistemdə bizim deyək ki, hərəki və düşüncə sahəmizin hərəkətlər toplusunun yaranmasıdır. Orada artıq biz bildiklərimizi, mənimsədiklərimizi, öyrəndiklərimizi artıq praktik sahəyə tətbiq edirik. Bacarıqlar üzərində isə səriştələr formalaşır. Yəni, səriştə bir neçə bacarığın bir yerdə fəaliyyətə tətbiqi deməkdir. Yəni, orada artıq riyazi bacarıqlar, ədəbi, lingvistik bacarıqlar, bütövdə kognitiv bacarıqlar, bacarıqların da çoxdur. Yəni, dərk etmə bacarıqları var,
Dediyim kimi ümumi təlim və əmək bacarıqları var, sonra konstruktiv bacarıqlar var, fiziki bacarıqlar var, psixomotor bacarıqlar. Bunlar hamısı bacarıqlar qrupunu əmələ gətirir. Hər birinin də alt sistemləri var və deməli vərdişlər deməli impulsiv, instinktiv hərəkətlər üzərində qurulur. Vərdişlər üzərində bacarıqlar formalaşır, bacarıqlar üzərində isə səriştələr formalaşır və biz artıq səriştə səviyyəsində ibtidai sinif, ikinci, üçüncü siniflərində bir çox səriştələr olan şagirdlərlə üzləşə bilirik. Mən bir neçə məqamda mənimsəmə haqqında danışmaq istəyirəm. Öyrənmə haqqında çox danışdım. El bilirəm ki, öyrənmənin mahiyyəti ilə bağlı bir çox vacib məsələləri sizə çatdırdım. Öyrənmə prosesindən fərqli olaraq mənimsəmə prosesi daha mürəkkəbdir. Ona görə ki, biz çox şeyləri öyrənə bilərik və öyrənib unuda bilərik. Amma mənimsənilənlər hafizədə qorunub saxlanılır. Həm əqli səviyyədə, həm də motor səviyyədə öyrənilənlər hər iki səviyyədə və hafizədə qorunub saxlanılır və onlar artıq bizim üçün gələcək fəaliyyətimizdə nələrdən istifadə etmək lazım gələndə, onlardan yeri gələndə istifadə eləyə bilirik. Mənimsəmə prosesi bir çox mərhələlərdən keçir. Onun bir çox komponentləri var, belə deyək. Burada biz ilk növbədə mənimsəmədən danışırıqsa anlamadan danışmalıyıq, adət etmədən danışmalıyıq, sonra qoruyub saxlamadan danışmalıyıq, sonra bilik və bacarıqların tətbiqindən danışmalıyıq. Yəni mənimsəmə elə bir prosesdir ki, burada biz öyrəndiklərimizdən bizə lazım olanları ya biz düşünərək şuurlu səviyyədə ya da şuuraltı olaraq orqanizm özü, beyin özü lazım olanları götürür və mənimsəyir. Və burada elə mürəkkəb proseslər baş verir ki, şuuraltı sahədə şəxsiyyət üçün, onun gələcəyi üçün lazım olan informasiyalar işçi hafizədən, operativ hafizədən, qulaq seyvanından belə deyək də, oradan uzun müddətli hafizəyə nələrin ötürüləcəyini özü müəyyənləşdirir. Yəni, bütün orqanizm üçün, dərk etmə sistemi üçün, kognitiv sistem üçün lazım olanları özü ayırd eləyir. Burada artıq fərdiyyətin fəallığı özünü göstərir. Fərdiyyət onları seçir, saxlayır və yeri gələndə istifadə eləyin zamanda biz məqsədli şəkildə bir çox şeyləri mənimsəyirik. Burada xüsusilə hafizə imkanlarından istifadə eləyirik, sonra təfəkkür imkanlarından istifadə edirik ki, onları mənimsəyib yadımızda saxlayaq. Və burada biz artıq öyrənmə və öyrənmədən fərqli olaraq mənimsəmə prosesində biz daha əhatəli anlayışlardan danışırıq. Və anlama özü qavrama, hafizə və təfəkkürün qarşılıqlı əlaqəsi fonunda baş verən bir prosesdir. Anlama. Yəni biz siqnalları qavrayışda ayırd eləyirik. Qavranılan məlumatlar hafizəyə ötürülür. Oradan lazım olan əvvəlki materiallarla əlaqəyə girir və təhlil tərkib prosesləri baş verir təfəkkürdə və biz bunun mahiyyətinin nə olduğunu anlayırıq, əgər anlaya biliriksə. Anlaya bilmiriksə, onun üzərində təkrar əməliyyatlar aparırıq. Anladığımızı yadda saxlayırıq və bundan sonra da bunun praktik təfəkkürdə həyata keçirilir. Yəni, mənimsənilən biliklərin, bacarıqların istifadəsi təfəkkür, praktik fəaliyyətdə təfəkkür, praktik təfəkkürdə istifadəsi ona artıq nə dərəcədə mənimsədiyimizi göstərən əsas amildir. Mənimsənmənin bir çox tərkib hissələri var. Biz lap uşaqlıq dövründən başlasaq, bunun nə qədər mürəkkəbləşdiyini görərik. Məsələn, biz əgər bir yaş yarımlıq, 2 yaş uşaqdan danışırıqsa, burada təfəkkürün hərəki təfəkkür növləri aktualdır. Bir də müəyyən qədər obrazlı təfəkkür. Burada hələ uşaq müəyyənləşdirir, bu nədir? Müəyyən eləyir, sadə bir müəyyənləşdirmə gedir. Ondan sonra o fərqləndirir, hansı əşyadan fərqlidir, ümumiləşdirir, qruplaşdırır, onların, deyək ki, müqayisəsini aparır. Sonra bunları da yuxarı yaşlarda seriyalaşdırma, transitivlik prosesləri gedir.
Yəni bunlar hamısı mərhələ-mərhələ mənimsəmə prosesinin tərkib hissələri kimi çıxış edir və bütün bu fonda qavramaq, düşünmək, təhlil-tərkib aparmaq, mühakimə yürütmək, əqli nəticə çıxarmaq, qərar qəbul eləmək, baxın, bunların hamısı mənimsəmə prosesinin tərkib hissələri kimi çıxış edir. Hansı mərhələdə zəncir qırılırsa, zəncirdə bir problem yaranırsa, informasiya düzgün ötürülmürsə, əlbəttə ki, mənimsəmə prosesinin keyfiyyətindən də danışmaq olmaz. Nəhayət, mən bu mənimsəmə məsələsi ilə bağlı sizə bir sıra məlumatları çatdırmaq istəyirəm. Bir qeydiyyatını elədikdən sonra əlbəttə. Biz məsələn, bir sual yaranır, biz nələri mənimsəyirik? Biz çox şeyləri mənimsəyirik. Birincisi, sosial təcrübəni mənimsəyirik. Yəni, uşaq birdən-birə məktəbə getmir ki, uşaq hələ 5 yaşa qədər mühiti öyrənir. Mən bir də bu əvvəlki çıxışlarımda dediyim bir fikri təkrarlamaq istəyirəm. Burada söhbət yaşlar üzrə aparıcı fəaliyyətlərdən gedir. Uşaq, yeni doğulan uşaq ailə cəmiyyətində, valideyn cəmiyyətində formalaşır və onda intim emosional ünsiyyət fonunda bir cəmiyyətlə tanışlıq, o cəmiyyəti öyrənir ki, burada kim onu sevir, kim sevmir, kim onun xoşuna gəlir, kim gəlmir. 1 yaşdan 3 yaşa qədər əşya manipulativ fəaliyyət fonunda o artıq əşyalar mühiti ilə tanış olur, onları mənimsəyir, onları öyrənir, bu sosial təcrübə qazanır, bu praktik fəaliyyətdir. 3 yaşda yenə də cəmiyyət fəaliyyəti gəlir, yəni ümumi yaşlılar qrupunda olmaq, oynamaq, öyrənmək, tanımaq, öz imkan və bacarıqlarını sınaqdan keçirmək, öz kimliyini, yəni cins olaraq kimliyini və yaxud da keyfiyyət olaraq kimliyini, mən yaxşı qızam, çünki yaxşı şəkil çəkirəm, mən yaxşı olanam, çünki yaxşı maşınlarını yaxşı oynayıram, müəllimin sözünü yaxşı qulaq asıram, yaxşı top vururam. Yəni, bu cürə ki, anlayışlar fonunda şagird öz yaşlılar cəmiyyətində formalaşır. Yəni, cəmiyyət, praktik fəaliyyət, rollu oyunlar cəmiyyətində, indi gəlir yenə praktik fəaliyyət, məktəb fəaliyyəti, təlim fəaliyyəti. Praktik fəaliyyətdə yenə də uşaq kiçik sadə elmi bilikləri mənimsəyir, onun əsasları ilə tanış olur. Növbədə yenə də yeniyetməlik dövründə cəmiyyət gəlir, intim şəxsi ünsiyyət. O artıq özünün cəmiyyətdəki yerini, kimliyini, mənliyini, kim ola biləcəyini axtarmağa, araşdırmağa başlayır. Özünü axtarır. Diqqət eləsən, yeniyetmələr 10 yaşdan 15 yaşa qədər axtarışla məşğuldular. Davranış qaydalarını pozurlar, risklər eləyirlər, cinayətlər törədirlər, ailədə münaqişələr yaradırlar, valideynlə ünsiyyətləri pozulur, münasibətlər dəyişir. Çünki niyə? Onlar artıq özünü sınamaq istəyir və bu sınamaq təcrübələr çoxlu maneələr qoyulur. Onu eləmək olmaz, bunu eləmək olmaz. Yəni, valideynlər bunun necə etməyin daha əhəmiyyətli olduğunu başa salmalıdırlar. Məktəb psixoloqları da, sinif rəhbərləri də, fən müəllimləri də, yeniyetmələrin də bunun qarşısını ala bilməzlər. Bu, ümumi antogenezin qanunudur, qanuna uyğunluğudur. Öyrənmək, tətbiq eləmək, öyrənmək, tətbiq eləmək, öyrənmək, tətbiq eləmək. Görürsünüzmü? Öyrənməlidir, mənimsəməlidir. Öyrənməlidir sosial təcrübədə, mənimsəməlidir praktik fəaliyyətdə. Bu qaydada öyrənmə, mənimsəmə prosesləri bir-birini əvəz eləyərək şagirdə ümumi bir kognitiv bacarıqlar əmələ gətirməlidir. İkinci məsələ, yəni sırf elmi biliklərin öyrənilməsi, mənimsənilməsidir, fəaliyyət sahələrində lazım olan mənimsənilməsidir. Bu, istər idrak fəaliyyəti olsun, istər əmək fəaliyyəti, oyun fəaliyyəti. Bilirsiniz ki, fəaliyyətin 3 növü var. Oyun, əmək, təlim. Və bu fəaliyyət sahələrində lazım olanların idraki səviyyədə, psixomotor səviyyədə, ünsiyyət səviyyəsində mənimsənilməsi baş verməlidir və nəhayət o özünün fərdiyyətinin və şəxsiyyətinin inkişafı üçün lazım olanları öyrənməlidir və mənimsəməlidir. Və bunların hamısı sistemli şəkildə həm ailədə, həm təhsil müəssisələrində, həm də sonralar insanın işlədiyi əmək kollektivlərində həyatı boyu davam edən bir prosesdir ki, bu prosesdə boşluqlara yol verəndə onu sonra yerini doldurmaq unudulur, lazımsız kimi görünür, amma bu boşluqlar həmişə özünü göstərir. Nəhayət, mən fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki,
Bu öyrənmə və mənimsəmə prosesi ilə bağlı hazırda bizim məktəblərimizdə tətbiq olunan kurikulum standartlarında məqsədlər taksonomiyalar, yəni təlim məqsədləri taksonomiyaları, bunların hər birisi görürsünüzmü bu mərhələlər əsaslanır. Dərk etmə mərhələlərinə. Bizim gələn mövzumuz dərk etmədir. Mən bura ayrıca o məsələyə orada geniş vaxt ayıracağım sizə. İstəsəniz suallarınızı da yaza bilərsiniz. Yəni mən burada bir qısa olaraq bunu qeyd etmək istəyirəm. Hazırda sizin bu adlarını çəkdiyim təlim məqsədləri taksonlarında göstərilən mərhələlərlə öyrənmə və mənimsəmə mərhələləri tamamilə üst-üstədir. Yəni deməli, kurikulumlar dünyada kognitiv psixologiyada aparılan tədqiqatlar əsasında öyrənmə mərhələlərinə görə hazırlanıbdır. Öyrənmə mərhələləri və mənimsəmə mərhələləri sizə tanış olan dərsin mərhələlərində əks olunur. Motivləşdirmə, oyandırma, yönətmə, stimullaşdırmaq, yəni cəlb eləmək, hərəkətə yönəltmək, tədqiqat sualı çıxarmaq, ondan sonra iş vərəqləri hazırlayaraq işi prosesi qurmaq, müzakirə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq, praktik tətbiq eləmək, refleksiya, yəni ifadə eləmək, özünü ifadə eləmək və qiymətləndirmək. Bütün bunların hər biri dərsin mərhələləri insanın öyrənmə, mənimsəmə və dərk etmə mərhələləri ilə üst-üstə düşür ki, gələn mövzumuzda mən sizinlə bu barədə daha geniş şəkildə danışıram. Diqqətinizə görə sağ olun və hər birinizdən xahiş edirəm. Psixoloji bilikləri öyrənin, mənimsəyin, həyatınıza tətbiq edin, işiniz, karyeranız daha uğurlu olsun. Sağ olun.